Salam, hər vaxtınız xeyir olsun. Gəlin vaxt itirmədən sınaq 1-in izahına başlayaq. Hansı hadisə Məstəri Şahın Hətəmxan Ağagilə gəlməsindən əvvəl baş verir? Müsyo Jordanın təlaşlı şəkildə Hətəmxan Ağagilə gəlməsi bu nə zaman olur? Deyir ki, Paris partlayır və bunun təlaşından Hətəmxan Ağagilə gəlir və bu sondadır. Ona görə A bəndi olmaz. Hatəmxan ağanın mədəniyyət haqqında düşüncələrini bölüşməsi, bəli, Məstəri Şahın ümumiyyətlə evə gəlməyindən əvvəl baş verən hadisədir. Məsələn, Hatəmxan ağa Şahbaz bəy başa salır ki, bəs firənglər nə bilim, başı açıq otururlar, biz papaqla otururuq. Onlar deyir, biz başmaq geyinərik, onlar çəkmə geyinərlər. Biz əllə yemək yeyərik, onlar qaşıqla yeyərlər. Yəni firənglərin mədəniyyətini izah eləməyə çalışır. Bəli, biz beyni götürə bilərik. Qalan bəndlər isə Şəhrabanu xanımın Məstəri Şaha 100 bacaqlı verəcəyini deməsi, qadınların Parisin dağılmasına razı olmaları, Qulaməli ilə Məstəri Şahın farsça danışması, bunlar hamısı sonraki hadisələrə aiddir. Keçək ikinci suala. Səməd Vurğunun Vaqif dramından verilən obrazlarla bağlı cədvəlin yalnız bir xanasına yazıla bilər. Molla Pənah Vaqiflə münasibətləri anlayış və dostluq çərçivəsində qurulub. Təbii ki, bu heç birinə aid olmayacaq. A bəndini çıxırıq. Xalqın halına yanan, onları düşünən ölkə başçısı təsiri bağışlayır, heç birinə aid deyil. Onsa Qacar düşmən idi. İbrahim xan da öz mənafeyini güdən bir xan olub. Molla Pənah Vaqifə təklif edir ki, əsərlərini fars dilinə yazsın. Bəli, Məmməd Şah Qacar onun yanına çağırır və bunu təklif edir. Bu Məmməd Şah Qacara aiddir, İbrahim xana yox, eləcə bənd olacaq. Ətrafındakı insanlardan yalnız sədaqət görür. Bu heç birinə aid deyil, çünki Məmməd Şah Qacarın tərəfindən məsələn Teymur Eldargil tərəfə keçir. İbrahim xan tərəfdən də Şeyx İbrahim xanı satır ki, bəs o qaçıb Məmməd Şah Qacara satır. Heç birinə aid deyil. Əsərdəki əsas ideyanın daşıyıcısı olmayan obrazlardan biridir. Bu fikirdə hər iki obraza aiddir. Ona görə elə cavab oldu C bəndi. Keçirik üçüncü suala. Gənclərə nəsihət şeirinin təhlilində uyğunsuzluğu müəyyən edin. Bədii məzmun. Aha, bədii məzmun və bədii formaya aid. Uyğunlaşdırmada baxaq. Bizdən səhv fikirlər istəyir. Məzmuna görə hilənin, oğurluğun əvvəli xoş olsa belə, sonda oğrunun əli kəsilər. Bəli, bu doğru fikirdir. Fitnəkar cavana müraciət edən şair ondan fitnə törətməməyini, kasıbların haqqını yeməməyini istəyir. Burada deyilir, yəni fitnə törətməyi fitnəkar cavan, müraciət var. Fitnədir elləri dərdlərə salan. Lakin kasıbların haqqını yeməməyini istəməyi kimi bir məqam orada yoxdur. Demək ki, səhvdir. Pis insanlardan qorunmağı məsləhət görən şair onları korluqda əqrəbə, kar və lallıqda isə ilana bənzədir. Bəli, qorun pis adamdan anla ki, onlar əqrəb tək kor olar, ilan tək lal kar. Demək, bu da doğrudur. A, B, C və s. kimi qafiyələnir. Bəli, bu da doğrudur. Cavab qaldı ki, 5. Şair şeirin sondan ikinci beytində özünə müraciət edir. Sənətdə tək olan bu Xaqanidən gəl incə mənalı fikir eşitsən. Ey Xaqani demir ki, sadəcə adını çəkir. Özünə müraciət ümumiyyətlə yoxdur. Ona görə 2-5 uyğunsuz variantlar olacaq. Keçək. Neçənci sualda? 4-cü sual. Nümunələrin müqayisəsi əsasında uyğunluğu müəyyən edin. Balam layla alayla, körpəm layla alayla. Bu layladır. Balama qurban inəklər, balam haçan iməklər. Bu oxşamadır. Yəni əzizləmə. Nümunə əzizləmədə xeyr, bu əzizləmə oxşama deməkdir. Bu layladır, bir səhvdir. Yazıldığı ikilik şeir şəklində işləyən şeir vahidi bənd olur. İkilikdirsə bu beyt olar. Niyə bənd olsun? Uşağın tez yuxuya getməsi üçün oxunan nəğmədir. Xeyr, uşaq oynananda oxunur. Yəni bu laylaya aid fikirdir. 3-ü də götürə bilmərəm. Bu nəğmə körpəsini əyləndirən ananın oxuduğu mərasim nəğməsidir. Mərasim yox, məişət nəğmələridir. Mərasim nəğmələri, toy nəğmələri, yas nəğmələridir. 4 də səhvdir. Elə cavab qalır 5-6. Aid olduğu janrda ananın körpəsinə məhəbbəti, övladının gələcəyi ilə bağlı ümid və arzuları əksini tapır. Hər ikisinə aiddir. Lirik növün janrıdır. Bəli, şifahi xalq ədəbiyyatına aiddir. 5-6 B bəndi olacaq.
5-ci sual. Məmməd Arazın Əsgər məktubu şeiri əsasında uyğunluğu müəyyən edin. Doğrudur, yanlışdır. Şeirin son bəndində şairin adına rast gəlinir. Səhvdir. Şeirin son bəndi Əsgər məktubunun cavabı çətin, Əsgər məktubunun cavabı asan. Yetişməz əsgərə söz məhəbbəti, yetişməz sözlərin əsgər olması. Burada ümumiyyətlə şairin adına rast gəlmirik. Lirik qəhrəman Əsgər məktubunu bir çox tərifçilərin tərifindən üstün tutur. Bəli, bu doğrudur. Biz elə onun ilk bəndində bunu görürük. Deyir, əsgər məktubları alıram hərdən, məhəbbət, cəsarət, dəyanət dolu. Neçə tərifçinin təriflərindən bir əsgər məktubu gərəkli olur. Bu da doğru fikirdir. Sərhədçi əsgər vətənini inamla, qeyrətlə qorumaqdadır. Bu doğru fikirdir. Əsgər məktubunda göyərən dağı vətən hesab edən şair ona nəğməli məktublar yazan əsgərlər üçün xoşbəxt gələcək arzuluyur. Bu yanlışdır. Ümumiyyətlə belə bir fikri ifadə olunmayıb. Yəni biz bənddə görürük ki, məsələn sizin üçün oxuyum. Deyir, əsgər məktubunda torpaq göyərir. Meşələr uzanır üfüqlərəcən. Əsgər məktubunda bir dağ göyərir. Ətək də vətəndir, zirvədə vətən. Burada xoşbəxt gələcək arzulaması məsələsinə yer verilməyib. Yanlışın altından yanlışı, doğrunun altından doğrunu götürəndə 2-4 cavab olacaq deyə bəndim. Nizami Gəncəvinin İskəndərnamə poemasından verilən hansı nümunələri cüt-cüt qruplaşdırdıqda biri kənarda qalır. Baxaq. Üstün olmaq üçün qılıncı tacı bir elçi göndərdi, alsın xəracı. Bu Daraya aiddir. Yunan ölkəsinin padşahlarından vardı bir gənc dövlət, böyük hökmran. Bu Feylaqusa aiddir. At minmək zövqündən ləzzət alınca, düşdü şəhriyarlıq, şahlıq dalınca. Bu İskəndərə aiddir. Qanunlar qoyardı yeni və parlaq, ulu babasıydı Eys ibn İshak. Bu Feylaqusa aiddir. Feylaqus. Ömründən keçirkən tam 20 il şahlığa ucadan vurdurdu təbil. Bu da İskəndərə aiddir. Demək, burada fərqli olan A bəndi olacaq. 7-ci sual. Hüseyn Cavidin ana əsəri ilə bağlı hansı fikir cədvəlin sol xanasından sağ xanasına keçirilməlidir? Yəni biz bunların içərisində birinin yanlış olduğunu seçməliyik. Qampolad öz taleyini düşməni hesab edir, düzdür. Övladının düşmən qabağından qaçmadığını öyrənən Səlma ana oğlu ilə fəxr edir. Bəli, bu da doğrudur. Murad Səlma anadan kömək istəyəndə günahsız olduğunu deyir. Bəli, bu da doğrudur. Murad Səlma anaya bu zaman deyir ki, ah xanım, bir sənsən mənim pənahım, mən qərib kimsəyəm, yox bir günahım. Yəni bu ona görə doğru fikir olacaq. A, B, C-ni sildik. 3 ayda oğlundan məktub almayan ana onu vəfasız hesab edir. Bu yanlış fikirdir. Düzdür, 3 ayda oğlundan xəbər almır. Lakin orada bir məqam da var ki, şeirdə özü deyir ki, xayır, oğlum vəfasız deyil. Yəni vəfasız adlandırmır. Deyir, o vəfasız deyil. Ona görə bu yanlış fikirdir. Bura keçilməlidir. Yəni elə D bəndi olacaq. Orxan İsməti Qönçəyə və İlana bənzədir. Bəli, bu doğrudur. 8-ci suala keçək. Salur Qazanın evinin yağmalandığı boyun məzmunu ilə bağlı biri fərqlidir. Doğru və ya yanlış olma baxımından. Hadisələr Oğuz elində məclis qurulması ilə başlayır. Doğru. Qazan xanın yurduna qayıtdıqdan sonra xəbərləşdiyi obyektlərdən ikisi cansız, üçü canlı idi. Sayaq. Yurd, su, qurd, köpək. Bu da Qaraca çoban köpəyi idi. Bir də çoban. Üçü canlı, ikisi cansız. Bu da doğrudur. A-da çıxdım, B-də çıxdım. Demək, ikisi uyğundursa bizə yanlış fikir lazımdır. Aladağı ova gedərkən düşmənin casusu bunu görüb Şöklü Məliyə xəbər verir. Doğrudur. Oğuz elinin müdafiəsi uğrunda igidlərdən biri şəhid olur. Bəli. Sarı Salmaş şəhid olur. Bu da doğrudur. Burada yazaq Sarı Salmaş. Demək, yanlış bənd elə Y bəndi qalır. Əsərdə qara qayğılı yuxu görən yalnız Qazan xan idi. Səhvdə axı çoban da yuxu görür. Qaraca çoban. İstiqlal marşı şeirində şəhid oğluna müraciət edərək nələri məsləhət görür? Burada bəndləri oxuduqda diqqət yetirsək, bunların hamısı əslində doğru fikirlərdir. Sadəcə hansı şəhid oğluna müraciət edərək məsləhət görülür, biz onu seçməliyik. Bilirik ki, İstiqlal marşı şeirində 6-cı bənddə şəhid oğluna məsləhət verilir. Baxın, oxuyum sizin üçün.
Bastığın yerləri torpaq deyərək keçmə tanı. Düşün altındakı minlərcə kəfənsiz yatanı. Sən şəhid olsan, incitmə, yazıqdır atanı. Vermə dünyaları alsan da bu cənnət vətanı. Baxın, biz bunu görürük harda? Birinci fikirdə, bir də dördüncü fikirdə. Ona görə olacaq A bəndi. Digər bəndlər də görünsün 2, 3, 5. Ümumiyyətlə İstiqlal Marşı şeirində əks olunub. Sadəcə şəhid oluna müraciət deyil orada. Ona görə xüsusilə burada diqqətli olmaq lazımdır. Keçirəm. 10-cu sual. Xurşud Banu Natəvan əsərinin əsasında klasteri tamamlayan fikirləri bizdən istəyir. Ən sevdiyim əsərlərdən biridir. Heç bezmirəm oxumaqdan, heç bezmirəm. Yəni ki, çox maraqlıdır. Baxaq, Məlikdövlə obrazı üçün doğru olsa da, Şəhzadə obrazı üçün yanlış fikirdir. Aha. Baxaq. Əslən Azərbaycanlıdır, bəli. Məlikdövlə üçün doğrudur, Şəhzadə üçün yanlış fikirdir. Hətta orada Şəhzadə və Məlikdövlə arasında diyaloqda görürük ki, o Azərbaycanlı olmasında danır. Deyir ki, məndə Azərbaycanlıqdan əlamət qalıb ki, yəni təhqir kimi hesab edir. Baxaq, İranlı olması İranın farslaşdırma siyasətini bəyənməyində əsas səbəbdir. Bu yanlış fikirdir. Elə bayaq dedik ki, Azərbaycanlıdır, İranlı deyildi. Xurşudbanu Natəvanla görüşü zamanı təhqir görmür. Əksinə Xurşudbanu onu təhqir edir, onu nökər deyir, qab-dilbi yalayan nökər kimi adlandırır və onu qovur. Ona görə bu da yanlış fikirdir. İran taxtına gedən yolun Cənubi Azərbaycandan keçdiyini düşünür. Bu yanlışdır. Məlikdövləyə aid deyil ümumiyyətlə. Xurşudbanu Natəvanın evindən təhqir olunaraq qovulur. Bəli, elə bayaq onu dedim. Şəhzadəyə aid deyil, Məlikdövləyə aiddir. Ona görə elə D bəndi olacaq. Hadisələrin baş verdiyi vaxt hakimiyyətdə olan İran şahı tərəfindən yüksək qiymətləndirilir. Məlikdövlənin yüksək qiymətləndirilməsi haqqında məlumat yoxdur burada ümumiyyətlə. Ona görə cavab oldu D bəndi. 11-ci sual. Rəsul Rızanın Çınar ömrü şeiri əsasında uyğunluğu müəyyən edin. Baxaq, sənətkar öz niyyətini simvolla deyil, açıq şəkildə ifadə edir. A bəndi səhvdir. Nəyə görə? Çünki elə Çınar burada özü simvol idi. Ona görə A bəndi səhv olacaq. Şeirdə Çınar ömrü ilə insan ömrü arasında əlaqənin olması şairi düşündürüb. Bəli, bu doğrudur. Və bu da doğrudur. Elə B bəndi olacaq. O birlərə də baxaq. Şair özündə Çınar ömrü arzulayır ki, daha mənalı və insanlara əl tutacaq şəkildə yaşasın. Bu səhvdir. Nəyə görə səhvdir? Çünki orada şair deyir ki, nəyə görə belə bir Çınar ömrü özünü arzulayır? Deyir, kimsə əziyyətə dəyməmiş olsun, heç kəsə baş əyməmiş olsun, şərəfli olsun. Yəni bunu arzulayır. Ona görə yanlış fikirdir. Çinarın fırtınada əyilməsi, yıxılması insanları təəccüblənir. Ümumiyyətlə səhv fikirdir. Şair insanların Çinarı məhv etməsi ilə barışa bilmir. Bu da səhv fikirdir. Belə bir fikir yoxdur. Ümumiyyətlə Çınar ömrü şeirində görürük ki, Çınar 499 il yaşayır və onun məhv olmasına səbəb də çox qocalması idi. Belə dırnaq arası məcazi formada desək, qocalması idi. Ona görə məhv olur. Yəni burada biz insanların etinasızlığı, diqqətsizliyi deyə bilmərik. Səhv olacaq. Keçək. İsmail Şıxlının Dəlikür əsərinin məzmununa aid fikirləri seçin. Cahanlar ağa ötkəm adamdır və xarakterici ziddiyyətlidir. Bəli, xarakterici ziddiyyətlidir. Nəyə görə? Yəni biz onun timsalında görürük ki, o ümumiyyətlə təhsilə qarşı çıxan bir obrazı deyildi. Çünki oğlu Əşrəfi qorudu, oxudurdu. Yəni ki, təhsilə önəm verən bir insan idi. Həmçinin digər məqamda da görürük ki, o yoldaşı Zərnigar idi və mələyi qaçırıb yoldaş kimi öz ailəsinə gətirir. Yəni bu cəhalətini biz görə bilərik. Düzdür, sonradan peşman olur, amma ki bu səhvi eləmiş olacaq artıq. Ona görə ziddiyyətli obraz kimi biz bunu səsləndirə bilərik. Zərnigar xanım mələyin günü gətirilməsini laqeydliklə qarşılayır. Əksinə çox pis olur. Bu yanlış fikirdir. Mələyin gözəlliyi qarşısında oğlunun yumşalmasını Zərnigar hiss eləyir. Bəli, bu da doğrudur. Üçü də götürəcəm. Allahyar mələyin əmisi ilə adam göndərmişdi ki, onun orada olub olmadığı haqda məlumat alsın. Bəli, bu da doğrudur. Rus Əhmədin fikrincə yeni məktəblər ona görə açılırdı ki, çara və hökumətə yerli məmurlar gərəkli idi. Bu Rus Əhmədin dilindən deyilən bir fikir deyildi. Burada Semyanov obrazı var. Semyanov.
Bu obrazın dilindən biz öyrənirik ki, çara və hökumətə yerli məmurlar lazımdır. Ona görə 5 səhvdir, 1, 3, 4 olacaq. Cavab B bəndi. Keçdik 13-cü sual. Nurəddin əsərinə əsasən obrazlar xəritəsini qurum. Aha, baxaq. Nurəddin ağıllıdır, Əmir Aslan pulgirdir, Rəhim yaxşılıq biləndir çünki. Aha, baxaq. Nurəddin ağıllıdır çünki ətrafında baş verənləri dərk edir. Yəni, 1-ə A yaza bilərəm. B-yə baxaq. Nurəddini diləndirməyib qayğısına qaldığı üçün Cənnətəlini bağban kimi işə qəbul edir. Bəli, Rəhimə aiddir bu. Yanındakı insanlar ona pulu üçün lazımdır. Təbii ki, Əmir Aslana aiddir, çünki pulgiridir o. Baharın şəhərdə qalmasını istəyir. Bu da Əmir Aslana aiddir. Daha sonra Yebəndə qaldı. Ona dar gündə əl tutan insanın övladını öz övladı kimi yanaşır. Bəli, bu Rəhimə aiddir. 1A, 2C, D, 3B, Y, D bəndi olacaq. Keçirəm 14-cü sual. Uyğun hökmlər seçin. Epik növə aid doğru hökm, lirik növə aid, həm epik, həm də lirik növə aid. Baxaq. Danışılan hadisənin yığcam və əhatəli olması, iştirak edən obrazların sayı janr müxtəlifliyinə səbəb olur. Bəli, bu doğru fikirdir. Məsələn, epik növün hekayə janrı deyək. Orada sayca daha az obraz var. Sujet xətti qısadır. Povestdə daha genişdir. Romanda ondan da daha genişdir. Dialogiya, trilogiya deyirik. 2 hissəli, 3 hissəli romanlarımız var. Artıq orada obrazların sayı get-gedə artır, hadisələr get-gedə böyüyür. Ona görə bir doğrudur. Bu növün əsas ifadə üsulu təhkiyədir və təsvirə yer verilmir. Niyə yer verilməsin? Təsvir və təhkiyə də epik növdə. 2 səhvdir. Bu növə aid əsərlərdə əsas sürət əsasən müəllifin özü olur. Bəli. Lirik növdə olan bütün əsərlərdə az da olsa tərənnüm olmalıdır. Bütün əsərlərdə deyə bilmərik axı. Bəlkə o satiradır. Satirada necə tərənnüm ola bilər? Həm epik, həm də lirik növə aid olan hökm müxtəlif şeir ölçülərində işlədilə bilər. Bəli, heç bir problem yoxdur. Müxtəlif olur onsuz. Eyni əsər həm lirik, həm epik növdə yazılan əsər kimi düşünülə bilər. Bu ümumiyyətlə mümkün deyil. Ona görə 6 səhvdir. Epik lirik janr var. Məsələn, dastan poemana aid eləyə bilərik. Həm lirikə aid olsun, həm epikə aid olsun. Elə bir fikir ümumiyyətlə deyə bilmərik. Deyə bilmərik. Ona görə 1, 3, 5 olacaq cavab. B bəndi. Keçdim. Nümunə haqqında hansı fikirləri demək olar? Küçük sabit. Türk ordusu ətrafı bugün həmlə edərkən, İranə və ya Qafqaza imdada gedərkən, Rus ordusu durmaz çəkilirkən önümüzdən, Vasif, ani bir düşüncədən sonra kəskin və şiddətli. Turana qılıncdan daha kəskin ulu qüvvət, yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət. Baxaq. Deyir, nümunədə oxucu üçün deyil, rejissor və aktyorlar üçün yazılan hissə var. Baxın, bu hissəni deyir. Bu doğrudur. Obrazlardan biri mədəniyyətə yüksək dəyər verərək onu qılıncdan daha üstün tutur. Bəli, elə Vasifi görürük burada. Obrazların xarakterləri haqqında ətraflı məlumat almaq olur. Xeyr, bu iki hissədən biz necə ətraflı məlumat ala bilək? Zabitin sözlərində Türkiyənin əldə etdiyi uğurlardan doğan fəxarət hissi var. Bəli, fəxarəti görürük, 4-də doğrudur. Deyir, İranə və ya Qafqaza imdada gedərkən, Rus ordusu durmaz çəkilirkən önümüzdən. Dura bilməz, 1-2-4 elə cavab olacaq. Kəskin nitqi ilə diqqət çəkən obraz qardaşı tərəfindən qətlə yetirilir. Baxın, biz nəyə görə bunu götürmürük? Çünki bizə bu şeir parçası verilir, bu nümunə verilirsə, biz bunun əsasında hansı bir fikri deməliyik. Yəni, bu özündən sonra olan bir məsələ. Arif tərəfindən öldürülür, bu heç. Amma ki, biz bunu deyə bilməliyik, bu parçanı nəyə görə bizə verib? Demək, bunun təhlili əsasında bizə sual verəcək. Ona görə cavab oldu C bəndi. İndi gələn videolarımda da mütləq şəkildə bütün sınavların izahını verəcəm. İzləmədə qalın.